Allah'ın salamı, rəhməti və bərəkəti olsun gözəl xalqının üzərinə. Keçmişə dair bir qəzəl yazmışam, onu paylaşmaq istəyirəm. Kim takip atmayıb, takip edər, xahiş edirəm. Xətir hörmət var idi, qabaqlar tam ayrı idi. Gözəl dövrləri idi, o çağlar tam ayrı idi. Mərdlik hökm sürürdü, belə yaltaqlıq yox idi. Sözün axıracan deyən qoçaqlar tam ayrı idi. Uşaqlara evdə düzgün verilərdi tərbiyə. Böyüyə ağ olmazdı uşaqlar, tam ayrı idi. Kiminsə evinə gedib nəysə söz eyləməzdilər. Çörəyə dəyər verən qonaqlar tam ayrı idi. Seçilərdilər, yaxşı insanın çox idi sayı. Barmaqla görsənərdi yalaqlar, tam ayrı idi. Kimin kim olduğun bilə bilmirsən indi. O vaxt qaralar ayrı olardı, ağlar tam ayrı idi. Bir qazan qaynayardı 5-6-7 qardaşa. Bir dam altında yanan ocaqlar tam ayrı idi. Kompüter, mobil telefon yox idi. Yenə də həyat eşqi insanda maraqlar tam ayrı idi. Kamiləm 100 dəfə də soruşsalar, yenə deyəcəm, indiki ilə həmən yaşamaqlar tam ayrı idi. İndiki ilə həmin yaşamaqlar tam ayrı idi. Sağ ol.